Salam əziz abituriyentlər, biz bugün sizlərlə qəbul suallarından biri olan 83-cü suala baxacağıq. İlk öncə sualımızın şərtini oxuyaq. Proqramın icrası nəticəsində 81 ədədi çap edilərsə, n dəyişəni üçün daxil edilə biləcək ən kiçik ədədin rəqəmlərin cəmini müəyyən edin. Deməli, biz burada baxırıq ki, nəticə 81 çıxıbsa, yəni S ən sonda 81 qiymətini alıbsa, S neçə dəfə dövr edib. Deməli, S-in ilkin qiyməti 1-dirsə, demək, birinci dövrdə S alır 3 qiymətini, ikinci dövrdə S 9, üçüncü dövrdə 27, dördüncü dövrdə isə 81 qiymətini almış olur. Deməli, bizim dövrlərimizin sayı burada nə olur? 4 olur. Əgər mən S-i 4 dəfə icra etmişəmsə, bu zaman N-i də 4 dəfə icra etməliyəm və N-i 4 dəfə icra etdikdə nə yazmalıyam? Belə bir şey yaza bilərəm. Baxıram ki, while nə verir bizə şərt olaraq? While kiçikdir, bərabərdir 272-dən. Yəni n nədir burada? 270-dən kiçikdir. Və mən bunu nə edə bilərəm? Əgər dövrlərimin sayı 4-dürsə, n-i belə yaza bilərəm. N üstəgəl 17 vur 4 və biz 272-dən böyük edə bilərik n-i. Və baxırıq ki, burada n plus 68 böyükdür 272-dən və n böyükdür 204-dən. Deməli, baxırıq ki, n 204-dən böyükdürsə, 204-dən sonraki hansı ədəddir? 205 ədədidir. Və deməli, n-in daxil etdiyi ədəd 205-dir və onun rəqəmlərinin cəmi də nə olur? 7.